təsəvvür et ki, yəni bir şirkət rəhbərisən və masanın üzərinə düz 100 milyon avroluq bir müqavilə qoyulur. Sadəcə bir işçini təhvil vermək üçün. Və sən zərrə qədər tərəddüd etmədən yox deyirsən. Salam, bugünkü dərin analizimizə xoş gəldin. Əlimizdəki mənbələr hazırda futbol bazarını silkələyən o məşhur transfer hekayəsindən danışır. Hə, o ajiyataj yaradan məsələ. Yəni Barselona və Galatasaray arasındakı o qəribə gərginlik. Dəqiq. Söhbət Viktor Osimhendən gedir. Futbolla dərindən maraqlanıb-maraqlanmamağından asılı olmayaraq, yəni bugün səndə bu hekayədə milyonların necə asanlıqla terə çəkildiyini görəcəksən. Bütün o qapalı qapılar arxasında gedən iqtisadi şahmat oyununu birlikdə incələyəcəyik. Çünki, bax, bu artıq sadəcə yaşıl meydandakı idman deyil. Bu, çox böyük korporativ strategiyaların və bazar qaydalarının toqquşduğu bir nöqtədir. Elədir. Mənbələrə görə Barselona Nigeriyalı ulduz üçün hələ rəsmi olmasa da 100 milyon avrodan çox bir təklif göndərib. Yəni, gəlin bunu aydınlaşdıraq. Bu sanki çox bahalı bir auksionda masaya atılan ilk böyük rəqəmdir. Rəqəm o qədər böyükdür ki, hamı dərhal sükuta qərq olur. Bəli, bu klassik suları yoxlamaq gedişidir. Yəni, bu cür qeyri-rəsmi təkliflər əslində bir növ kəşfiyyatdır. Barselona bu 100 milyonu masaya atmaqla sadəcə mən bu oyunçunu istəyirəm demir. Həm də Galatasarayın maliyyə dözümlülüyünü test edir. Bir növ nabzı yoxlayırlar, görək reaksiyaları nə olacaq? Tamamilə elədir. Məqsəd dərhal razılaşmaq yox, o bazarın, necə deyərlər, döşəməsini müəyyən etməkdir. Yəni, qarşı tərəf nə vaxt və hansı şərtlərdə qırılacaq. Amma bax, ən maraqlısı da elə budur. Galatasaray qətiyyən qırılmır. Mənbələr çox aydın yazır ki, Türkiyə klubunun tələbi tam olaraq 150 milyon avrodur. Yəni, bu nəhəng rəqəm qarşısında geri çəkilməkdən qəti şəkildə imtina etməkdir. 150 milyon. Hə, o rəqəmin özü əslində çox şey deyirəm. Galatasaray bundan bazara açıq bir siqnal göndərir ki, baxın, biz oyunçumuzu satmağa məcbur deyilik. Üstünlük bizim əlimizdədir. Əgər maliyyə problemləri olsaydı, yəqin ki 100 milyonu görən kimi dərhal masaya əyləşərdilər. Əlbəttə, göydə razılaşardılar, amma qəti şəkildə 150 milyon tələb etmək, qarşı tərəfə bu masada həll edici tərəf bizik deməkdir. Burada məsələni biraz başqa tərəfə daşımaq istəyirəm. Yəni, ortada düz 50 milyon avroluq bir uçurum var, elə deyil? Hə, kifayət qədər böyük, hətta çox ciddi bir fərqdir. Ay sağ ol. Bəs bütün bunlar nə deməkdir? Yəni, cəmi bir oyunçu üçün belə bir fərqi tələb etmək sənə də qəribə gəlmir. Bu, sadəcə inadkar bir bazarlıq stratejiyasıdır, yoxsa Galatasaray nəzakətlə Osimheni unudun, o burada qalacaq mesajını verir? Bilirsən, bu sual əslində işin tam məğzini açır. Bu təkcə satmırıq deməkdir, həm də bazar psixologiyasını idarə etməkdir. O, 50 milyonluq fərq qəsdən yaradılmış bir bufer zonasıdır. Yəni, sən bugün 150 milyon istəyirsənsə, sabah 130-a razılaşanda belə, bu çox böyük bir qələbə kimi görünəcək. Aydındır. Yəni, rəqəmi bilərəkdən şişirdirlər ki, aşağı düşəndə belə qazansınlar. Dəqiq. Həm də bu qətiyyət digər potensial alıcılara da bir xəbərdarlıqdır. Yəni, danışıqlar masasında atılan hər bir rəqəm rəqibin manevr imkanlarını daraltmaq üçündür. Bu gərginliyin yaxın günlərdə necə nəticələnəcəyini bilmirik, amma Osimhenin bu transfer pəncərəsində ən çox danışılan mövzu olacağı qətidir. Yəni, mənbələrdən də görünür ki, qarşımızda sadəcə iki klubun qiymət davası yox, böyük bir güc nümayişi var. Bir tərəfdə Barselona'nın 100 milyondan çox olan o cəsarətli təklifi, digər tərəfdə isə Galatasarayın 150 milyonluq qəti səddi. Amma gəl, o rəqəmlərin arxasında dayanan canlı insan faktorunu da unutmayaq. Biz 100-150 milyon kimi rəqəmləri çox asanlıqla tələffüz edirik. Dildə asan gəlir. Elədir, su kimi axıb gedir o rəqəmlər. Hə, amma reallıqda bu qiymət etiketi bir insanın üzərinə yapışdırılır. Yəni, fəlsəfi olaraq bir düşün, təsəvvür et, sənin üzərində 150 milyonluq bir gözlənti var. Dəhşətdir, yəni məhz bunu demək istəyirəm. Dinləyici kimi sən də bu barədə bir düşün. Üzərində 150 milyon avroluq bir etiketlə yaşamaq necə hissdir? Bu qədər nəhəng bir gözlənti, bir məsuliyyət, insanın performansını zirvəyə qaldıran bir motivasiyadır, yoxsa daşıya bilməyəcəyi qədər ağır bir psixoloji yük? O təzyiqlə meydana çıxmaq,
hər adamın işi deyil, düzü? Tamamilə. Gələn dəfə bir idman xəbərində bu cür astronomik rəqəmlər oxuyanda, sadəcə pulları deyil, arxadakı o iqtisadi oyunu və tam mərkəzdəki insanın çəkdiyi təzyiqi də xatırla. Bizdən hələlik bu qədər. Növbəti dərin analizlərdə görüşənədək.